vaxtıyla hardansa qopan bir mikrob, əxlaqsız sütünyor, gəlib düşübdür, indi bütün Azərbaycana bu qiyməti verir. İndi bunun səbəbi vardır. Bu tərbiyəsinin, bu alçağın nə ixtiyarı vardır bu sözləri danışdı. Bunun özü kimdir? Dediyim kimi narkoman. Kimdir? Adını qoyub Mirşahın, əslində Mirfaşədir o. Bunlar düşmənlərdilər. Bu dəqiqə qızışıblar seçki qabağı ləkələməyə. Necə baxırsınız? Ay millətin vəkilləri, 8 milyon yarım millət bizi seçib, sizi seçib. Ki biz bu millətin təsibini çəkir. İndi gəlib elənçi bir alçaq, vaxtıyla hansısa fahişədən qopmuş mandaloşka. Gəlib Cəlal Əliyevə gör nələr deyir.